Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve yetevelles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimni ma yenfa'ni ve zidni ilme. Dedik ki Allaha iman, mələklərinə, kitablarına, rasullarına və öldükdən sonra dirilməyə və qədərin xeyrinə və şərinə iman. Dedik ki, Allaha iman özü 4 qismə bölünür. Hansılardır? Birinci, Allahın mövcudluğu. Elə deyilmi? Sonra rububiyyət, uluhiyyət, əsma, sifət. Elə deyil. Sonra dedik ki, iman gətirdik ki, Allahın mövcudluğuna. Bura deyir, şeyx gətirir ki, istər ağlı dəlillə, istər şəri dəlillə və istər fitri dəlillə deyə bilərsən və həmsinin şəri dəlillərlə də gətirə bilərsən. Məsələn, desən ki, həl vücudu hədihil kainati bi nəfsihə əv vücidət həkəzə sudfətən. Məsələn, deyir, desən ki, biz desək ki, kainat öz-özünə yaranıbdır, yoxsa təsadüfən yaranıb? Kainat öz-özünə yaranıb, yoxsa təsadüfən yaranıb? Və in quldə vücidə bi nəfsihə fə müstəhilə aqlən mədəmət hiyə mə'dumətən fə keyfə təkun məvcudən və hiyə mə'dumə əl-mə'dumə leysə bi şeyin həttə yücəd. Əgər desən ki, öz-özünə yaranıbdır, yoxluqdan yaranıbdır kainat, yoxluğun özü də yaranmışdır, deyir. O necə ola bilər? Çatdı? Görsən necə gətirdi? Deyəcək, sən desən ki, kainat hər bir şey yoxluqdan yaranır. Allahın mövcudluğunu inkar edərək deyirsən, yoxluqdan yaranıb. Yoxluğun özü də bir məxluqdur. Necə yaranıb? Şeyx həqiqətən də baxsan ki, gözəl qoyur qabağına. İzə lə yumkin ən tucidə nəfsə bi nəfsi. Ona görə deyir, mümkün deyil ki, nəfsin özü bir nəfsə nəsə yaransın. Öz-özünə nəsə yaransın da, belə deyək. Yəni, öz-özünə yaranmağın da özü deyir, bir nədir, məxluqdur deyir. Və ona görə deyil, mümkün deyil elə bir şey. Əgər desən ki, təsadüfən, bu da deyil, müstəhildir. فأنت أيها الوجد هذا صدفة فيقول لا يمكن أن يكون فذلك هذا الأتيار والجبال والشمس والقمر والنجوم والشجر والجمر والرماء والبحار وغير ذلك لا يمكن أن توجد صدفة أبدا. Yaxşı deyir, baxsan ki, deyirsən ki, təsadüfən. Deyir, təsadüfən deyir. Hava nətər yarana bilir? Hava da hava. Hava təsadüfən nətər yarana bilir? Günəş nətər yarana bilir təsadüfən? Durduğun yerdə təsadüfən. Öz-özünə bir dənə yaranda ay. Təsadüfən günəş. Yaxşı, bunlar yaranda bu təsadüfən də özü yuxarıda durur. Nətər durur təsadüfən yuxarıda? Yer niyə təsadüfən yerdədir? Yəni, ağıl deyil, mümkün deyil bunu qəbul etsin. Yəni, ağıllı insanın ağlı mümkün deyil bunu qəbul eləsin. Və ona görə də hər bir yaradılışın nəyi var? Yaradanı var. Və yuqal innə taifətə minə Sümaniyyə cəu ilə Əbi Hənifə və hum min əhlil Hind. O deyir, Sümaniyyə tayfasından deyir, bir qrup gəlir Əbu Hənifənin yanına. O vaxt Əbu Hənifə rahiməhullah dövrünün həqiqətən də aqid insanlarından idi. Çox zəki idi. Hətta uşaqlığından nədir? O çox zəki idi. Savadlı idi, fəhimli idi. Deyir, gəlir, deyir ki, bə'də yevməyn. Əbu Hənifə deyir ki, bunlara vəd verir ki, bir ya 2 günə nədir, gələcəm sizin yanınıza. Deyir, görüşək, bir söhbət eləyək. Bu cür variantlar, bu cür şeylərlə, ateistlərlə deyim, hindilərlə deyim, Əbu Hənifə radiyallahu anh çox münaqişələri olur. Münaqişə deyəndə bəhsləri olur. Yəni, həqiqətən də bu məsələdə çox təfəkkürlü bir insan idi.
Əbu Hənifə çox təfəkkürlü bir insan idi. Deyir ki, bunlar yoxluğa inanırdılar ki, hər şey heç nədən yaranıbdır. Yəni, Allahı neynidilər? Mövcudluğuna iman gətirməmişdirlər, varlığına iman gətirmirdilər. Deyir, ənə ufəkru fi səfinətin məmluətun min vada'il vəl-ərzaq. Deyir, mən deyir, gördüm ki, deyir, Əbu Hənifə deyir, bunların yanına gəlir. Deyir, baxdım ki, deyir ki, gəmi deyir, doludur ağzına kimi, ərzaq mallarla deyir, dolurdu deyir. Cəət təşəqqu bəbul mə həttə ərəsəd fil-minə və nəzələ həmulə və zəhəbə və leysət fiyhə qaidun və lə həməlun. Qalu təfəkkru hədə, qalə nəam, qalə idə leysə ləkə aqil. Deyir ki, gördüm ki, gəmi deyir özündən gəldi, nə sürəni var, nə bir şeyi var. Gəldi, limana dayandı və öz-özünə hər şey boşaldı, çıxdı, getdi. Mən də deyir, belə baxdım. Deyir, sən deyir, gəmini bu cür təfəkkür eləyirsən. Yəni, hər şey öz-özünə belə. Deyir, nətər ola bilər ki, bir şeyin sürücüsü olmazsın, gəlsin, çıxsın ora. Deyir, sən deyir, onda sənin təfəkkürün o cür şeydir, bu boyda deyil. Yeri, göyü, günəşi, ay, yaradanı deyir, yaradan olmasın. Əgər deyir, balaca bir gəminin sürücüsünə sən inanmırsansa da yoxluğa, bu aləmlərin Rəbbinə nətər deyilsənsə, yoxdur hər şey, öz-özünə yaranır. Və sonra deyir ki, Rəbbini mənə görsət. Fikir ver. Deyir, yaxşı. Otur ani bir anda da, qardaş. İnsan, Allah sonra ona elə elm vermişdi. Bu Hənifə dəhşət olub məsələdə. Həman an süd süzürdülər. Elə bir anda söhbət eləyik. Bir nəfər çıxdı ki, Allah mənə görsət. Risk ha, böğürdən bir dənə çıxdı ki, Allah mənə görsət. Deyir, həman an süd süzürdülər belə. Deyir, bu süddən nə çıxır? Bax, fikir verin, zəkallığına bunun. Deyir, süddən çıxır qatıq, qaymaq, yağ, şor, pendir. Deyir, əsli süddür mü hamısını? Deyir, hamısını bunun içində mənə görsət. Fikir verdin? Deyir, hamısını çıxart görsət bir-bir. Deyir ki, yoxda axı görsədə bilmirəm. Sən deyir, bir dənə yaradılış məxluqda onun hamısını görsədə bilmirsən. Bu boyda aləmlərin Rəbbi sana görsənməlidir. Allah. Üçüncü sualda deyir ki, sən Rəbbin nə qarır? Deyir, bir dəqiqə tuş aşağı. Əbu Hənifə onda uşaq olur. Deyilənə görə 16, deyilənə görə 14 yaşı olur. Gənc olur da. Deyir, bir zəhmət olmasa tuş aşağı. Burada biraz sündürdü oturur belə. Düşür aşağı, çıxır onun yerində oturur. Deyir, sənin kimi axmağı Rəbbim saldı, indi mənə də oturtdurdu onun yerinə. İndi bildin nə qarır Rəbbim. Başa bax, əxi. Gör Allah subhanətlə nə verib ona. Deyir, Rəbbin nə iş görür? Gör, deyir, nə qarır, deyir Rəbbim, deyir. Sənin kimi axmağı, əhmaq ərəb sözündə, yəni bizdə biraz pis tərcümə olunur. Əhmaq, biraz türkçə deyək, geri zəkalı da, yəni düşünmədən danışana deyilir. Düşünmədən danışana deyilir. Hə, yəni fəhimsiz, düşünmədən danışana deyil. Sənin kimi belə fəhimsizi, əhmağı deyil, saldı, mənim kimi insanı qoydu deyil sənin yerinə deyil. İndi gördün Rəbbim nə vardı. Yəni deyir ki, Əbu Hənifə Allahın mövcudluğunu onlara xırda bir şeylərlə, böyük bir fəhmlə başa saldı. Hətta bir variantda gəlir ki, onlar İslam qəbul edir. Tövbə eləyir, orada İslam qəbul edirlər. Hindilər. Oradan gəlmişdilər. Hindistandan bir qrup Fəniyyə qəbiləsindən idi. Gəlmişdilər ki, iminli Əbu Hənifə ilə nədir görüşməyə. Əbu Hənifə də onlara dedi ki, 1-2 günə gələcəm. Uzun bir yol gəlir. Hətta bir variantda gəlir ki, gəldim, gördüm, deyir, gəmi dayandı, amma güclü deyir, bu dalğa var idi, dalğalar var idi. Yolu, suyu keçə bilmədi. Ağaçlar dedi, öz-özünə əyildi, mən üstündən keçdim, gəldim. Sonra düzəldi. Deyir, ağac nətər öz-özünə şey elə bilər? Bəs sən deyir, nətər fikirləşdin, öz-özünə dünya yarana bilər? Çox, yəni, ağılla onlara nədir, öz bildiyi kimi nədir, cavab verdi. Və ona görə baxsan ki, deyir, qardaş, bunun deyir, nə qədər deyir, axıllı cavab verməklə. Və sonra gətirir ki, bilgilən ki, deyir, onlara cavab, yerlər, göylər, günəş, ay, dağlar, ağaçlar, heyvanlar, insanlar, bunların hər birinin səni'i var, yəni edən, yaradanı var. Məsnə deysən, məsələn, telefon. Bu telefon nədir? Boş deyil, onun əsli var. Nədir? Onun düzəldəni var. Düzəldəni nəyi? Gətirib bu hala çatdıran var. Yəni, məxluq bunu düzəldib bu hala çatdırırsa da,
demək nədir? Onu nədir? Yaradanı da var. Onun axılına salanı var. Boş yerə deyil bunlar. Və bu deyil, bu aləmlərin də yaradan nəyi var? Xaliqi var. Rəbbi var. O da nədir? Xalləq olan Allah subhanə və tealədir. Sonra gətirir ki, bax deyir, ona görə Rəbbim buyurur. Əm xuliqu min qeyri şeyin əm humul xaliqun. Yoxsa onların heç biri, yəni şeylərdən mi yaranıblar, heç bir şeydən mi yaranıblar, yaxud deyir, onları yaradandır. Yəni, belə gətirir ki, məna nədir? Onlar, yəni ki, deyirlər ki, iddia edirlər ki, hər şey deyir, nədir? Yoxdan yaranıb. Yəni, Allah Subhanahu taala bunlara elə bir rəddiyə verir ki, yoxsa deyir, onlar heç bir şeylərdən yarandılar. Yəni, heç bir şeydən yarandılar. Başa düşürsünüz mənanı? Yəni, onlar heç bir şeydən yarandı. Yəni, yoxluqdan yarandılar. Heç bir şeydən yarandı. Yaxud onlar yaradandır. Sən nətər deyə bilərsən deyim bunu? Yəni, sən özün yaradansan ki, bu sözü deyirsən. Yaxud sən yoxluqdan yarandın deyir. Səni Allah Subhanahu və Teala yaratdı Adəmin, aleyhissalamın nəyindən? Zürriyyətindən. Belindən nədir? Yaradaraq səni gətirdi. Yəni, sən yaradansan ki, bu söz deyirsən ki, hər şey yoxdan yaranıbdır. Sən nəyə əsaslan? Sən özün məxluqdursan. Məxluq ola. Hətta bir özünə qayıt gör, sən nəsən ki, sən nətər oldu yarandın? Sən özün yaradansan, yoxsa deyil nəsən? Yaradırsan, yaranıbsan, nəsənsən? Yəni, sən özün məxluqsan. Aydın oldu mu? Və sən deyir, buna deyir, çoxdur deyir. Dəlillər çoxdur deyir. Və həmçin deyir, insan deyir, hissə olaraq deyir, bilsin. Həqiqətən də elədir. Hissə olaraq Rəbbinin mövcudluğunu da deyir, nədir, bilə bilərsən. Və sən deyir, elə bir çətin anında bir dənə dua elədin, duan qəbul oldu. Duan qəbul olanda hissi olaraq Allahın varlığına iman gətirirsən və ya hiss edirsən, yoxsa yox? Məsələn, çıxdın bir anda da, əlini atsan, ya Rəbb, elə bir çətin andasan, mənə xeyirli bir, məsələn, minik yetir. Məsələn, çölə çıxan kimi hamı bilir ki, sənin ehtiyacın var, qardaş, filan yerdə maşın var, geç götür, məsələn, sənə hədiyyə. Sən de, nə təfəkkür edirsən? Subhanallah, arada 5 dəqiqə fərq eləmədi, Rəbbim mənim duamı qəbul. Hissi olaraq iman gətirirsən, mövcudluğunu, varlığını bilirsən, buna şək yoxdur. Yəni, onu kafir belə şey eləyər ki, yəni ki, kafir dua eləmir axı. Yəni ki, amma müsəlman, hətta bəlkə də kafir belə ürəyindən keçirsə ki, ey Allahım da, mənə belə bir şey yetir. Hə, dilinə gətirmədən, yəni, olsa belə, bəlkə də iman gətirər. Bəlkə də iman gətirir. Bax, ha, o ki, qaldı nədir? Rəbbinin hansı ki, mövcudluğunu bilən. Və insan deyir, gətirir ki, duanın əlini atdı, dua edir və istəcəbə ləhu, Allah Subhanahu ondan deyir, qəbul etdikdə, bu onun artıq duasının qəbul olduqda Rəbbinin varlığını nədir? Hiss edir. Mövcudluğunu hiss edir. Hətta görməsə belə. Hətta görməsə belə. Və həmçin deyir ki, buna dəlil deyir, sahabə deyir ki, bir ərəb gəlir, deyir ki, ey Allahın Rasulü cümə günü xutbə verən vaxtı, birisi məşhur hədisdir, deyir, quraqlıq hər yeri götürübdür, yəni hər yeri məhv olur. Dua et ki, biz tərəfə, bizim üçün yağış yağsın. Və deyir ki, sahabə danışır ki, baxdım deyir, göyə heç nə yox idi deyir. Hətta parça bulut belə yox idi. Günəş də deyir, çox dəhşətli neynirdi, şüası var idi, şıldayırdı. Və Peyğəmbər sallallahu aleyhi ve sellem dua etdi. Onu gördüm ki, dağın bir tərəfindən de parça bir bulut gəldi deyir. Elə bir şümşək çəfi yağış yağdı ki, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, hətta deyir, saqqalından damcıladı. Baxa. Və sonra deyir, gəldi ki, Allahın Rasulü, hər şey məhv olur. Ani bir an deyir, məhv olur, yəni ki, hər şeydir, su aparır, dua ilə yağış kəssin. Dua elədi, deyir, baxdım ki, bulut deyir, dağın dalına keçdi. Yəni, bu deyir, artıq nədir, hissi mövcudluqdur. Yəni, gözünün qabağında olan bir şeydir. Mümkün deyir ki, deyir, gətirir ki, deyir, nədir ona? İman gətirmiyor. Və nəzələ matar fi mən nəzələ Rasulullah illə matar yətəhədəru liliyyədə aleyhissalam və deyir, gözümüzlə gördük ki, deyir, onun deyir,
saqqalından deyir, o deyir, nədir? Yağırdı, o yağış nədir? Yağırdı. Və məsəl üçün, baxsan ki, Allah subhanahu ta'ala Quran-Kərimdə buyurur, və Əyyubə idə nədə rabbəhu ənni məssəniyə durru. O vaxt deyir, Əyyub əleyhissalam dedi ki, ey Allahım, ey Rəbbim, mənə bəla üz verdi. Və əntə ərhamur rahimin, sən rəhm edənlərin rəhimlisən. Fəstəcəbnə ləhu. Allah subhanahu ta'ala, biz ondan onu neynədik? Qəbul etdik. Biz Əyyub əleyhissalam ağır bir imtahan olunur. Ağır imtahan olunur. Hətta o güclü xəstəlik düşür və bədəndə çürünmə gedir. O artıq bədəndə qurt yığılır. Qurt yığılır. Hələ orada belə bir belə deyək də məsələ keçir. Qurt düşür aşağı. Qurt yeyəndə, bilirsiniz də, qurt düşür aşağı. Qurdu qaldırıb qoyur üstünə ki, səni Rəbbim məni sənə yem olaraq nədir? Verib də düşmə. Dur ye. Və ona görə də ağır imtihan idi. O da iblisin sözü oldu. İblis orada deyir ki, sən bu şükür edən qulun da ona görə belədir. Və Allah subhanahu ta'ala onu imtihan edir. Deyir, bax. Orada onun duası qəbul olur və təzədən bütün hər şey özünə qayıdır da. Bilirsiniz, cavanlaşır, hər şey nədir? Özünə qayıdır. Və ona görə deyir ki, onun duasının qəbul olması Rəbbinin hissi mövcudluğuna nədir? Dəlildir. Və sonra deyir, hətta deyir, insan deyir, fitri baxımından da deyir, artıq Rəbbinin mövcudluğunu da hiss edir. Hətta deyir, vəhşi heyvanlar Allahın deyir, varlığına iman gətirir. Vəhşi heyvanlar Allahın varlığına fitri baxımına iman gətirir. Məsələn, deyir, qarışqanın qıssasına qayıtsaq, rəvayət olunur ki, Süleyman əleyhissalamdan rəvayət olunur bu məsələ. Deyir ki, çıxır ki, deyir, Allahdan istəyir yağış yağmağı. Süleyman əleyhissalam baxır ki, deyir, bir qarışqa uzanıb, beli üstə deyir, yəni samaya doğru, altdan yuxarı samaya doğru baxaraq beli üstə uzanıbdır, deyir. Dincəlir. Və deyir, Allahumma innə xalquq min xalqikə, deyir, Allahım, bu deyir, sənin yaratdıqlarından bir yaradılışdır, yəni məxluqdur. Fələ təmna ankə səqikə, mən deyir, dua etdikdə, yəni o su ilə onun mane olmadan su ilə ona heç nə olmasın. Yəni, dua edir. Fəqalə irci'u fəqəd səqimtum bidi'avətə qeyrihim. Sonra deyir, qarışıq orada deyir ki, qaydın, girin yerinizə, başqasının duası ilə deyir, su gələr, deyir. Başqasının duası nədir? Su gələr, deyir. Bu da deyir, fitri deyir, nədir? İman gətirməkdən, fitrətdən ki, yəni ki, hətta deyir, vəhşi heyvanlar belə fitrətdən iman gətirir ki, yəni boş yerə yaradılmayıb da. Heyvan belə iman gətirir, qarışqa belə iman gətirir, sən bunu ubrisilərə bax da. Ona görə də Süleyman əleyhissalamdan deyib, belə bir rivayət gəlir. Və sonra gətirir ki, Allah subhanahu buyurur, və izə əxzə rabbuka min bəni ədəmə min zuhurihim zurriyyətuhum və əşhədəhum alə ənfusim ələstu bi rabbikum. O vaxt deyir, Allah subhanahu ta'ala Adəm evlatlarını Adəmin belindən deyir, onun zurriyyətlə, onun nəslini çıxartdı və hamısı deyir, şəhadət gətirdi ki, və dedi ki, mən sizin Rəbbiniz deyiləmmi? Onlar hamısı deyir ki, bələ. Burada olan hər bir şəxs şahiddir ki, sən bizim Rəbbimizsən. Qiyamət günü hansı ki, deyir, onlar bunlardan qafil olaraq babalarının dediyi ilə getdilər və babalarının zürriyyətinə tabi olaraq neynədilər? Azdılar. Hansı ki, onlar amma nədir? Fitrətdən belə iman gətirmişdilər. Necə? Yəni söz vermişdilər. Və ona görə bu da qədərdəndir ki, bu qədər bölümündə bunu geniş keçəcək Allahın izinlə. Bu Araf surəsi 70-ci ayədə, yəni belindən Adəm əleyhissalamı zürriyyətini gətirdi və hamısı ruhlar, belə deyək, şahid, hər biri bir-birinə şahid oldular ki, ya Rəbb, sən bizim Rəbbimizsən. Lakin deyək, babalarımızın yolu deyək, bizə azdırdı. Azdırdığına görə deyək, biz artıq qiyamət günü neynədilər? Azdıqlarına görə artıq dilləri olmadı. Yəni, danışmağa Rəbbinin yanında heç nə deyə bilməzlər. Yəni, deyə bilməzlər ki, ya Rəbb, mənim qədərimdə belə yazmışdın, belə. Sən qədərdən də öncə, hər şeydən öncə dünyaya gəldin və Rəbbinə söz verdin.
Allah subhanə və teala təsəvvür onun ki, onu dağlara nazil edir. Dağlar onu götürmədi. Əgər elə olsaydı dağlar parça-parça olardı. Və sən məxluq söz verdin. Ona görə sən buradan qaça bilməzsən. Qədər deyib, yəni qaça bilməzsən. Və sonra deyir, şəhəri dəlillər də buna deyir, çoxdur. Buna deyir, qalsın gələn dərsə inşallah. Şəhəri dəlillərdə gələn dərs keçərik. Allah subhanə və teala bizə eşit faydalanlardan etsin. Subhanəkə Allahumma bihamdik. Əşhədu an la ilahə illə əntə əstəğfiruka və atubu ileyk.